Qədim Yaponiya. Qədim Yaponiya qrimləri incəlik, simvolika və rituallarla bağlı idi. Burada qrim sadəcə gözəllik yox, sosial status, sənət və mənəvi halın ifadəsi sayılırdı. Ağ üz, zəriflik, saflıq və yüksək status demək idi. Qrim əsasən saraya bağlı qadınlar, geyşalar və aktyorlar üçün idi. Minimalist, amma dərin mənalı üslub üstünlük təşkil edirdi. Az, amma təsirli fəlsəfəsi var idi. Oshiroi ən məşhur üz ağartma tozuydu. Bundan əlavə onlar düyü tozundan və ağ gildən də istifadə edirdilər. Üzlərini, sinələrini və boyunlarını da ağ rəngə boyuyurdular. Boyunun arxasında V və ya W formasında boşluq saxlayırdılar. Bu hissə erotik və cazibədar sayılırdı. I love you. Qırmızı rəng müqəddəs sayılırdı. Dodaqlar ya tam boyanırdı, ya da ürək formasında çəkilirdi. Gənc geyşalarda dodaq daha az boyanırdı. Gözlər çox vurğulanmırdı. Qara və qırmızı kölgələrdən az istifadə olunurdu. Qaşlar tam qırxılırdı və yüksəkdən yenidən çəkilirdi. Bu Heian dövrünün ən ideal gözəllik anlayışı idi. Saçlar uzun və qara saxlanılırdı. Parlaqlıq üçün kamilya yağından istifadə edirdilər. Saç düzümləri sosial statusa görə dəyişirdi. Kanzashi saç bəzəkləri status göstəricisi idi. Ohagura, qara dişlər. Bu çox maraqlı, qəribə bir ritual idi. Dişlər qara rəngə boyanırdı. Bunu dəmir yongari, sirkə və bitkilərin qarışığından alırdılar. Mənası isə sadiqlik, evdar qadın, yetkinlik və aristokratiya göstəricisi idi. Bu günlük bu qədər.